Körpənin dırnaqlarını düzgün necə kəsmək olar? Əksər valideynlər bu prosedurdan çox qorxurlar, baxmayaraq ki, bazarda alətlər həddindən artıq çoxdur, düzdür. Bizim ixtiyarımızda kəlbətinlər var, qayçılarımız var, hətta xüsusi pilkalar da var. Amma siz tam əmin olasınız deyə ki, övladınıza zərər verməyəcəksiniz və dırnaqlarla bağlı heç bir problem olmayacaq. Məhz bunun üçün bu videorolik hazırlanıb. İndi sizə çəkib göstərəcəyəm ki, bunu necə düzgün etmək lazımdır. Gəlin, sxematik olaraq belə gözəl bir dırnaq təsvir edək. İndi onu sizə ekranda göstərəcəyəm. Yaxşı. Adətən dırnaq belə görünür. Adətən valideynlər nə edirlər? Onlar dırnağı kəsirlər və haradasa ortasında, məsələn, hansısa bir qırılma baş verəndə bu dırnaq belə asılı qalır, düzdür. Və heç vaxt, heç bir halda biz bu qalan dırnağı nə qoparmalı, nə də hansısa üsulla çıxarmağa çalışmamalıyıq. Biz həmişə və həmişə sona qədər kəsməliyik. Əllərdə də, ayaqlarda da dırnaqları yalnız düz şəkildə kəsirik. Yanlarda olan çıxıntıları isə sadəcə yuvarlaqlaşdırırıq. Əgər bunu texniki cəhətdən təsvir etsək, bu belə görünəcək. Yəni, həm əllərdə, həm də ayaqlarda dırnaqları düz kəsirik və bu çıxıntıları yuvarlaqlaşdırırıq ki, batıq dırnaq riskini minimuma endirək. Bu üsulla sizi əmin edirəm ki, uşağın dırnaqları uzaq müddətdə çox gözəl olacaq. Və ən əsası, siz uşağa zərər verməyəcəksiniz və üstəlik onu travma etməyəcəksiniz.